Bakıda Beynəlxalq Tərcüməçilər Federasiyası Şurasının növbəti illik toplantısı keçirilir. Tədbirdə dünyanın 17 ölkəsindən nümayəndələr iştirak edirlər. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Tərcüməçilər Federasiyası Şurasının illik iclasında dünyanın müxtəlif ölkələrindən tərcümə təşkilatlarının rəhbərləri olan şura üzvləri iştirak edirlər. Toplantıda federasiyanın ötən ilki fəaliyyəti, bu il ərzində nəzərdə tutulan tədbirlər, prioritet istiqamətlər müzakirə olunur. İclasda həmçinin qurumun komitələrinin hesabatları dinlənilir, tərcümə ilə bağlı məsələlər, tərcüməçilərin maraqları və hüquqları barədə fikir mübadiləsi aparılır. Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henry Liu toplantının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. O, bu sahədə ölkəmizdə aparılan işləri yüksək qiymətləndirdi. Bu tədbirin Bakıda keçirilməsi sevindiricidir. Federasiya həm şifahi, həm də yazılı tərcümə sənətinin davamlı inkişaf etdirildiyi bir mühitdir. Azərbaycanın Gənc Tərcüməçilər Assosiasiyasının Federasiyanın şurasında təmsil olunması Azərbaycanın federasiya üçün əhəmiyyətli ortaya qoyur. Dünyanın bir sıra ölkələrindən tərcümə təşkilatlarının rəhbərləri Bakıda toplanıblar. Bizim üçün də sevindiricidir ki, ölkədə ilk dəfə belə nüfuzlu tərcümə sayəsində keçirilir, belə bir nüfuzlu tədbir. Yəni bu beynəlxalq tərcümə tariximizdə ən nüfuzlu, belə deyək, tərcümə ilə bağlı beynəlxalq tədbirdir və biz sevinirik ki, belə bir tədbir artıq Bakıda keçirilir. İclasda Beynəlxalq Tərcüməçilər Federasiyasının vitse-prezidenti Rainer Herd, Federasiyanın baş katibi Sabin Kolombe, şura üzvü Alan Melbe və digərlərinin çıxışları da dinlənildi. Qeyd edək ki, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2012-ci ilin oktyabr ayından BTF müşahidəçi üzv kimi qəbul edilib. Federasiyanın 2014-cü ilin avqustunda Almaniyanın Berlin şəhərində keçirilən qurultayında isə tam hüquqlu üzvü qəbul edilib. Elşad Əsənli, Qurban Hüseynov, Lalə Məmmədova, xəbərlər.